olacaq. Herkese salam, mən Əftan. Bugün sevgili sabahlamıza vlogu çəkirəm və sabahlamıza vlogun açılışını edirəm. Tətildə deyəndə dedim ki, niyə sabahlamıza vlogu çəkməyim? İndi mən sizə məşğələcəm ki, kombinimi göstərəcəm. Məşğələdən gəldim və əynimi dəyişmədim. Çünki bir yerdə mağaza gedirik indi. Abur-cubur almaq istəyirəm. Bayaq aldım məsələn, cips falan aldım, amma onlara yetinməz yəqin, yetinməyəcəyik. Şirniyyat almağa gedirəm. Çünki axşam oyaq olmazsa kofe içməliyik. Makyaj az eləmişəm. Bu arada məşğələ gedəndən üzümdə qalan 2 saat, 3 saatın falan makyajdır. Onu gəlib çıxaracağıq. Pijamalarımızı geyinəcəyik. Yəni belə. İnşallah oyaq qala bilərik. Qala bilməsək də olsun. Gecən hara qədər yata bilmiriksə elə eləyərik. Ora qədər çəkərəm. İndi sizə kombinimi göstərirəm. Saçımı belə lotus toka ilə arxadan yığdım. Köynək yox, belə çəhrayı köynək geyinmişdim. Altıma da belə bəgi şalvarımı, üstünə belə bir flaşovkam vardı. Bunu geyinəcəm. Nəysə belə. Saçımı da belə göstərəm. İnci taxmışam bu arada tətili deyə. Dırnaqlarıma da lak yaxmışam. Belə. İndi flaşovkamı geyinim. Sonra bir yerdə prova edirik. Prova edib gələndən sonra da yəqin makyajımı falan çıxarıb pijamalarımızı geyinib maska eləyərik. Maska eləməyi düşünürəm. Belə. Hava qaraldı bu arada. Saat 9-dur. Tez gedib mağazaya gəlməliyik. Və indi gedək. Açar götürdüm belə. Açar bura taxdım. Dırnaqlarımı da göstərəm. Hava artıq qaralıb da hətta. Mağazaya çatdım. Mağazaya girdim. Noodle almağı düşünürəm axşama. Noodle alsam. İndi liftəyim evə gedirəm. Bir dənə noodle aldım, bir dənə Oreo aldım. Bir dənə yox, çən noodle alıb, bir dənə Oreo aldım. Bir də evdə kofe vardı gün orta aldıqlarımdan. Bir də cipsi. Neyse, indi aldıqlarımı sizə göstərəcəm, amma ən birinci əynimi falan rahatlamalıyam. Gedim, pijamalarımı, yəni ev paltarlarımı geyinim, gəlim. İndi ev kombini elədim, belə köynək geyinim, altına da Victoria's Secret'in şalvarını geyinim. Və belə, indi birinci noodle eləyəcəyik. Noodle elədikdən sonra yəqin kofe falan eləyəcəyik, makyajımızı çıxardarıq, maska eləyəcəyik, film izləyəcəyik. Teen Wolf'un artıq 2-ci sezonu. Bir də bitirmişəm əslində, amma indi təkrar izləyirəm. Bitirdiyim filmləri təkrar izləyirəm, onu da deyim. Xoşum gəlsin ki. Neysə, indi belə gedək. 2 ədəd noodle aldım, 2 ədəd kofe vardı evdə, 1 ədəd də Oreo aldım. Əlavə olaraq da evdə aldıqlarımız var. Evdə cipsi vardı, bir də belə kraks var, böyük krakslardan. Nə bir şey zannam, noodle'un suyu qaynayana qədər, əminin suyu qaynadırıq, sonra noodle'lar içinə qoyuruq da. Makyajımı o vaxta qədər çıxarmağı düşünürəm. Gedək yanında bir yerdə makyajımızı çıxardaq. Burada belə bir alan hazırlamışam. Makyaj təmizləmə suyu, saç spreyi, maska, əl kremi, üz kremi, bir də belə nostaljik olsun deyə şam qoymuşam. Bir də makyaj təmizləmə pambığı vardı, onu belə qoysam. Evet. İndi mən hamamdayam. Belə tokalarımı taxacam. İndi ən birinci Garnier'in bu makyaj təmizləmə suyu ilə makyajımı çıxardırıq. Belə makyaj pambığı ilə. Bunlar çox nəzikdirlər belə. Ona görə bunlardan istifadə edib, yeni 2 dənə istifadə edirəm. Makyajımı da çıxartdım. İndi gedib noodle hazırlaya bilərik. Belə köpürəndə bunun üstünə ədviyyatını tökürlər. İndi onu tökəcəm. Mən indi noodle yedim. Maska eləmək istəyirəm nəsə. Baxım eləmək istəyirəm sərvişdə. İndi bu çox məni əsəbləşdirir. Bunu bu tərəfə belə. Neysə. Və canlar, burada belə bir alan hazırladım. İndi kapak fotoğrafı üçün istifadə eləməyə. Belə, indi buradakı maska istifadə edəcəyik. Üzüm makyajı təmizləməklə təmizlədiyim üçün tərtəmiz şu an üzüm. Sonra krem vurarıq, Nivea vurarıq və hazır. Sonra kofe ilə film izləyərik. Bu arada saat soruşanınız olarsa saat 12 tamam derler. Və qabağımızda bayağı bir
saat var yəni. Maska da üzümdə neçə dəqiqə qalmalıdır, baxın. Maska üzümdə 20 dəqiqə boyunca qalmalıdır. 20 dəqiqə üzümdə qalsa, yəni bir saat 1-ə kimi falan maska ilə, baxımla uğraşsaq, sonra 1-dən sonra 2-3-ə qədər film izləsək, saat 5-ə anca bir oyaq qalmağı düşünürəm inşallah. Qalan məsələ ki, yenə də məqsəd oydu çəkdim. Nəsə, indi saçımı yığacam ki, maska üzümə dəyəndə saçıma dəyməsin. Saçımı toz toka ilə belə yığdım, klipsləri də vurdum, üzümlə tərtəmizdir. İndi maskamızı eləyək. 20 dəqiqə falan üzdə qalmalıdır. Mən də 20 dəqiqə verəcəm. Neyse, belə açdım. Burada maska eləməkdən heç xoşum gəlmir. Çünki çox sulu falan olur və mən heç sevmirəm belə şeylərdən, bıcı. Neyse, elə şeylər sevmirəm. Xasiyyəti pis olan da sevmirəm yəni. Bir də maskalar falan üzümü böyütdü, onu da deyim. Mən də maska hamının üzünü böyütdü bu arada. Üzünə kiçik olanı görməmişəm. İndi bunu açaq. İndi qəribə tepkilər verəcəm. Bunun ilk qəribə deyib. Düşünməyəm ki, boşluqma gəlmiş o. Belə, amma sürüşür. Dudağımın üstünə gəlir və danışa bilmirəm. Allahım, bu nədir? Bir dudağımın üstünə sürüşür, danışa bilmirəm. Dudağımın üstü şu an bunun üstündəki jeldəndir və danışa bilmirəm. Boğazıma geçir, mən zəhərlənərəm. Üzümə də tam oturmum, hər yerdə qırış qalıb belə. Bunun içindəki sıxsam nə olar sizcə? Dilimə zarar gəlməz, onca sıxıram. İndi çayın altı yandıracam, bir yerdə kofe edək. İndi stəkanımı belə götürdüm. Kofe də burada. Gözləyirəm, çayını içsin. Evet. Gəldim otağıma, güzgüyə baxışaraq kofe içirəm. Oraya da burada. Belə. Yüzümdə belə bir şeylər olan çox sulu. Heç sevmədiyim pisdir o. Belə. Burada yay gəlir çox sevinirəm. Yayın gəlişini, yəni yay üçün çox darıxmışam. Yayda dəhşət sevirəm, yəni ona görə. Ən sevdiyim fəsil bahardır, amma yay sevirəm, nə bir şey. Qış da sevirəm, amma qar yağanda. Məsələn, düşünün ki, yaydı və günəş yoxdur da. Yəni, elə bir şeydir, qışda qarın yağmaması və mən qarı çox sevirəm. Yəni, elə insanlar var ki, məsələn, qarı sevmirəm, mən qarı sevirəm, yəni. Belə. Ay, özümü qəribə hiss edirəm şu an. Saat 1-ə 20 dəqiqə geçdi və maska artıq üzümdə bəlkə 25 dəqiqədən çox qalıb. İndi gedib maskanı çıxarmalıyıq biz. Maskanı bir yerdə çıxardaq. Şimdi yadımdan çıxacaq. Allah kahretsin. Maska, yəni, üzümə yapışa da bilərmiş. Sen sağ olsun. Ayda çok qəribəsizdir və üzüm şu an rahatladı, yəni bayağı rahatladı. Qıraqda qalan bəbə saçlarım jel olub. Məsələn, bax burada. Belə eləsəydik. O, üzümə yapışım. Üzümdə qalanı üzümə yetişdirəcəm. Yəni, daha da belə ne deyim, krem kimi, yəni sanki krem yayar kimi üzümə yayıram. Çünki bu insanın nə bileyim, indi vitamin falan var da yəqin ki. Üzüm səp, alnım var, daha doğrusu səpdir. Üzüm yox, alnım səpdir. Heç nə olmaz, nə yapalım. Üzüm yusam, büyük sil pozulacaq. Neyse, indi bu üzümü biraz quruyacaq, sonra gəlib üzümü yuyaram. Əsas burnumun kənarlarını və alnımı sevmirəm. Yəni, alnımda olan sivilcələrin, burnumun kənarında olan sivilcələri heç sevmirəm. Öz sivilcələri sevmirəm. Neyse, belə. Və bitti. Üzümdəki qalsın məndə üzümdə. Stokan arxadan yığmışdım. Mənə canlarım, indi krem üzümdə belə yağıydı. Yəni, tam üzüm əmdi onu. İndi belə krem vuracam. Bu arada saat artıq keçdir. Kofenin içine qədər TikTok izləyə vaxt keçdi biraz ona görə.
Saatları SS edib bura qoyacam. İnşallah yadından çıxmasa. Çox vurmam çünki üzümdə yapışdı, yəni bunu vurub daha da çox şey eləmək istəmirəm. Sabah bu arada rəsmdən Nurayla gündür. Nuray bilirsiniz yəqin ki, McDonald's, siz görməmisiniz, bura kəsişləri qoyacam, biz McDonald's'a getmişdik Nurayla. Bilməm hansı vlogumu çəkmişdim, sonradan o vlog iptal oldu və çəkə bilmədim, qoyaram. Biz Nurayla belə menü sifariş verdik. Nuray, sağalandan sonra Nuray. Belə. Neyse, yine bunları yiyip sonra eve geleceğiz. Nuray'ın ay günüdür. Bu vlogu paylaşanı böyük ihtimal artıq Nuray'ın ay günü olacağı üçün deyim. Nuray sürpriz tort almışıq. Yəni qızın rəsmindən ən yaxın olanları belə. Nuray'a tort hazırlamışıq. Dort. Şokolad dort. Sonra Nive'yə vururam belə. Belə. Ve son elime de krem vuracağım. Bunu. Çok biraz. Evet. Bu hissiyatı hiç sevmesem bile yine de gaz. Bittim. Bakımımız bu kadar idi. Başka da bir şey kalmadı. Gidin biraz TikTok izleyeyim. Sonra gələrik, rəsm seçə bilərik. Rəsmdən ev tapşırığım vardı. Gözə keçmişəm rəsmdə. Dodaqla full işimi bitirdim. Gözə keçdim. Gözdən sonra burun. Sonra da Diana falan işləyəcəyik. Heykəllər keçəcəm. Həzanlıyam bayağı özdə. Belə. Canlarım, mən biraz yatıb qalmışam. Amma çox yatmamışam. Nəyə azcıq. Neyse, kofenin təsirdir. Kofe də normal südlüydü ona görə. İndi balkona çıxıram, bəlkə hava aydınlanıb deyə. Hava zərrə aydınlanmayıb da yəni. Daha da qaranlıqdır yəni. Ulduzlar var. Oha, ulduzlar ilk dəfədə bu qədər aydın görsənir. Belə qaraltsam. Oha, yay gəlir deməkdir. Ulduzlar görsənir, bilin ki, yay gəlib. Baxın, burada çoxlu var özdə. Oha, çox sevindim şu an. Hava buradan belə biraz aydınlanmağa başlayıb. Amma biraz, çox yox da yəni. Çox tezdir hələ. Millət yatıb və mən elə oyağım. Yuxum gəlir amma. Bayağı yuxum gəlir. Hətta zor ayaqdayım. Balkon işığını yandırdım. Mənə daha aydın görün deyə. Neyse, üşüdüm. İndi balkon işığını söndürüm. Belə söndürdüm, üşüdüm. Hava çox soğukdur. Novruzdan qalan şeylərdir. Buradan konfet götürəcəm bunu. Belə. Evdə hamı yatıb. Bir mən oyağım. Bazıma deyəsən oyaqdır, bilmirəm. Saat orada var bu arada. Orada. Çox gecdir artıq və mən yuxum gəlir. Zorla ayaqdayım və telefona artıq baxa bilmirəm. Gözlərim ağrır yəni. Gecə yəni bütün gün telefona baxıb, plus yatanda da telefona baxsam bayağı gözlərim ağrıyar. Konfet bu arada çox tatlıdır. Bizim hayatı sorgulayış. Sabahlar rəsmim var. Rəsm çantamı indi bir yerdə yığa bilərik. Rəsmə kombin edə bilərik. Sabah görən hava necə olacaq? Bura qoyarım havanı. Yaxşı olsa her şeyin kombin edək. İndi baxacam mən. Və canım, mən hava durumuna baxdım. Bugün kimi olacaq? Bugün də hava çox istidir. Yəni, çox istidir deməyəm, amma istidir. Ona görə sabaha kombin seçirik indi. Sabah kombin olaraq əminci köynəkdən başlayaq. Qısa qol geyməyi düşünürəm. Onun üçün də belə bir Defacto'dan köynək almışdım. Bunu geyinəcəm. Məryəmdə də vardı. Bunu Məryəmlə bir yerdə almışdıq. Belə köynək, bunu götürürəm. Şalvar olaraq da belə qara şalvarımı geyinəcəm. Məncə yəni uyumludular bejlə, belə qara. Üstdən də yəqin plaşovkamı geyinərəm bu günləri mağazaya gedəndə geyindiyimi. Əgər çox belə sərin olsa falan, onda da uzun qol ağ köynəyim vardı, onu geyinəcəm. Kombinimizdə belə hazırlamış oldum. Pəncərədən baxacam görüm hava aydınlanıb mı? Birazcık, azıcık
Sanki. İndi otağın ışığını söndürüp biraz telefonda takılacağım. Aydınlananda göstereceğim zaten. Gelin biraz TikTok izleyeyim. Ve canlarım, ben yatıp kalmışam. Yazı baş verdiği hakkında hiçbir məlum yoxdur. En son sırğamı çıxarmağa durdum. Sonra tezden geldim telefon bakıyorum ve yatıp kalmışam. Ve ne zaman bir fikrim yoktu yani. Ve saat şu an 9'du. 8 de olabilir, bilmiyorum. Ama yatıp kalmışam. İstemezdim böyle olsam, yatıp kalmışam. Çok pis oldu ama yani neyleyebilir? Yani ben demiştim ki yatıp kalsam her kadar seçebilirim, sonra kadar seçeceğim. Bu sabahımızı vloglarım çok saat 3'e kadar akşam vlogu için bir şey oldu. Çünkü saat tam 3'e kadar oyaq qaldım. 3'dən sonra uzanıb TikTok'a baxmışam full. Sonra necə belə yəni yatıp qalmışam yəni. Bu biraz pis oldu. Gönül istərdi axşama qədər, yəni saat 6'ya kadar oyaq qaldım ama günəşin doğuşunu bayağı görmədim. Zaten günəş doğsa görmədim çünkü evimizin arxasında günəş çıxır və evimizin qabağı qaranlıqdır. Bu biraz kötü oldu. İndi dişlerimi falan fırçalayacağım. Belə. Səhər yeməyimizi göstərim. Belə vlogu tam bitirərəm. Səhər yeməyi olaraq tort var. Yəqin bayramdan qalan tortlardandır. Belə səhər yeməyi bunu yeyəcəm. Tort həqiqətən bayramdan qalan tortlardan biri idi. Görünüşü belə idi. Və canlarım, vlogu bitirmək istəyirəm. Çünki yəni bu günlərdə vlog çəkməliyəm, başqa bir vlog çəkməliyəm. Bildiğiniz kimi Nurayın ad günü ayın 23'üdür. Ben normalde düşündüm ki yəqin ayın 23'ündən sonra ataram bu vlogu. Amma bugün saat 5'e kadar evde olduğum için ve saat hələ 10 olduğu için ben bu editi üstüne bir 4-5 saat oturup bu editi qutara biləcəyimi düşünürəm. Məşğələ falan dərs yoxdur, işləmişəm hamısını ona görə. Eğer etdim bitirsəm yəqin saat 4 aralığında falan bu vlogu atacağam mən artıq. Belə. Bu arada Novruz bayramında da biz əslində nənəmgillə idik. Yəni oranın da ayrı bir vloqunu çəkəcəkdim. Sadəcə olaraq dediyim kimi telefonda yer kasıbsızlığı yaşayıram. Yer tez dolur mənim. iPhone-ların ümisi yeri alanınız doldu. iCloud alanınız doldu. Gəl yer atasan və mənim o qədər şəkillərim var ki, yəni videonun çox şəkillərim var və o şəkil silməyə əlim gəlmir. Belə. Ümid edirəm ki, video xoşunuza gələr. Başqa video vloqlarımda görüşmək üzrə. Kaş səhərə qədər oyaq qala bilsəydim, amma hələ də gözümdən yuxu təcrübə yatmaq istəyirəm. Ümid edirəm video xoşunuza gələr. Hər biri çox-çox öpürəm. Başqa video vloqlarımda görüşmək üzrə. Öpdüm, bay bay.